Qoç xanımlarının alovlu, atəşli halları insanı dəli edir. Hər insan Qoç xanımına dözə bilməz. Onların o kükrəyən, yəni vulkan kimi kükrəyən xasiyyətinə dözmək hər oğlunun işi deyil. Bu da ondan irəli gəlir ki, onlar sevəndə çox çılğın və dəlisov sevirlər. Dəli olurlar, qısqanırlar və sevdiyini insanı heç kəslə paylaşmaq istəmirlər. Bu da ondan irəli gəlir ki, bu çılğınlıq bu xanımlarda bundan irəli gəlir. İtirmək qorxusundan istəmirlər itirsinlər sevdiyi insanı və onların sevdiyi insan başqası haqqında danışsa, bu Qoç xanımını dəli edər. Onların bütün gününü koruyar. Bu xanımlar bir dəqiqədə özlərindən çıxırlar, əsəbləşirlər və 5 dəqiqə sonra ürəkləri soyuyur və heç vaxt kin saxlamırlar. Bu xanımlar gözəl qəlbləri var. Çılğın hərəkətləri bəzən onlara həyatda mane olur yaşamağa. İşlərində mane olur onlara qabağa getməyə. Tez-bazar hər şeyi hər adama deyirlər, yəni nə fikirləşirlər onu da deyirlər. Bəzən bu insanların xoşuna gəlmir, amma onlardan asılı deyil. Onlar belə xanımlardır. Fikirləşdiyini deyəcək. Nə olur olsun istəyirsən onu, kim olur olsan ol, əzizi ol, kim olursan ol, xeyri yox. Bu xanımlara vəhşi xeyri yoxdur. Əsəbləşəndə dəli olurlar, adam baş beyni aparlar, amma çox şirin əsəbləşirlər və çox gözəl sevirlər. Eşq olsun Qoç xanımlarına, siz bir nömrəsiz.